Azərbaycanda həbsdə olan 6 inanclı xanımın və 9 jurnalistin qanunsuz həbsinə görə acılıq aksiyası təşkil olunub və biz də o acılıq aksiyasına dəstək üçün buradayıq. Sizdən də xahişimiz budur ki, canlını kifayət qədər bəyənin, paylaşın ki, daha çox insanlar xəbərdar olsunlar, agah olsunlar ki, Azərbaycanda nələr baş verir. Bizim də məqsədimiz budur ki, bu xanımlar azad olunmalıdır. Yəni Azərbaycanda Azərbaycanlı kişilər, qeyrətli kişilər ola-ola, bu qədər Azərbaycanlı ola-ola, bu qədər namaz qılan mömin ola-ola, bu qədər qeyrətli insanlar, qeyrətdən dəm vuran, danışan insanlar ola-ola, Azərbaycan xanımının hal-hazırda Yezidi Kürd İlham Əliyevin quduz məmurlarının, quduz polislərinin əlində olmağı bu Azərbaycan kişisi üçün yəni utancverici bir haldır. Həqiqətən özünü mömin hesab edən, özünü dindar hesab edən, özünü kişi hesab edən bir Azərbaycanlı üçün bu utanc məsələsidir. Başqa bir ifadə ilə desək, qeyrət, namus məsələsidir doğrudan da. Bu ifadə biraz ağır ifadədir, amma o xanımların orada hansı şəraitdə saxlandığını adam eşidəndə, biləndə, öyrənəndə doğrudan da insan özündə başqa bir təəssürat yaranır insanda ki, necə ola bilər ki, bu insanlar necə bir Azərbaycanlı, necə bir müsəlman ola bilər ki, necə bir insan ümumiyyətlə ola bilər ki, heç bir günahı olmadan xanımları şərliyəsən, həbs eləyəsən, zindana salasan və orada onları müəyyən təzyiq altında saxlayasan, onları müəyyən təcavüzlərə məruz qoyasan, təhdid eləyəsən. Yəni, qanında insan qanı olan heç bir varlıq bu hərəkətləri eləməz. Başqa, məsələn, siyasi düşüncədə olan, siyasi hər hansı bir partiyaya mənsub olan, hər hansı bir hərəkatın, məsələn, liderini və yaxud üzvlərini şərliyirsən, həbs eləyirsən, bunu başa düşürük. Sən bu insanlarda öz hakimiyyətinə qarşı təhdid hiss eləyirsən və onları şərliyirsən, həbs eləyirsən. Amma bu xanımların heç bir günahı olmadan, heç bir suçu olmadan rahat şəkildə siz bunları götürmüşsünüz, həbs eləmişsiniz. Və bizim buradan tələbimiz bu 9 gündə budur ki, bu xanımlar bir mənalı şəkildə azad edilməlidir. Başqa bir yol yoxdur, yəni. Bu xanımların üzərindən bu sus götürülməlidir və dərhal qeyd şərtsiz formada bu xanımlar azadlığa buraxılmalıdır. Yəni, Azərbaycan xalqından da ələl-xüsus Azərbaycandan kənarda yaşayan duyarlı, mömin müsəlmanlardan, Azərbaycanlı kişilərdən xahişimiz budur ki, bu məsələlərdə duyarlı olsunlar. Bu məsələlərdə yəni əllərindən gələni əsirgəməsinlər. Bu bizim haqq mübarizəmizdir. Azərbaycanlı kişilər ola-ola Azərbaycan qadını yəni günahsız yerə həbsdə ola bilməz. Bəli, bir insan fərqi yoxdur, qadın, kişi bir cinayət eləyirsə, onun həbs olunmağı normal bir şeydir. Amma heç bir günahı olmadan, yəni sırf jurnalistika fəaliyyətinə görə, sırf küçədə ehsan payladığına görə dünyanın heç bir yerində yəni belə bir şey yoxdur ki, İlham Əliyev hakimiyyəti bunu Azərbaycan xanımlarına rəva bilir, yəni. Bütün bu baş verən proseslər, baş verən həbslər, baş verən işgəncələr, zülümlər, Azərbaycanın səhiyyəsinin, Azərbaycanın təhsil sisteminin, iqtisadiyyatının, xalqın maddi və mənəvi durumunun, televiziyaların bu durumda olmağının ən böyük səbəbi imperialist qüvvələrdir, siyonizmlə xidmət edən qüvvələrdir ki, hal-hazırda Azərbaycan hakimiyyəti də onların köləsidir, nökəridir, onların diktəsi altındadır
və bu baş verən sadaladığım bütün bu problemlər hamısı planlı şəkildə, məqsədli şəkildə son 30 il, 35 il ərzində Azərbaycanda tətbiq olunur və Azərbaycan xalqının bugünkü durumda olmağının ən böyük səbəbi o qüvvələrdir. Zaqafqaziyada niyə Azərbaycan hədəfə alınır? Ona görə ki, bunun birinci faktoru Azərbaycan xalqının şiə inancına, böyük əksəriyyətinin şiə inancına sahib olmasıdır. Şiə inancında da belə bir məsələ var ki, şiələrin böyük əksəriyyəti İmam Hüseynin Kərbəla məktəbini özləri üçün örnək götürürlər. Yəni zülmə, zillətə baş əyməmək kimi Azərbaycan xalqının böyük əksəriyyətinin ruhuna, canına hopmuş bir təfəkkür var. Və qarşı tərəfdə bundan qorxur. Ən böyük səbəb budur. Ən böyük səbəbi bilmək istəsəz budur. Amma bunun yanında başqa səbəblər də var. Başqa səbəblər də var. Azərbaycanın məsələn keçmişi, Azərbaycanın keçmiş dövrlərdə Azərbaycanda olan hansı dövlətlər olubsa və yaxud indiki Azərbaycan ərazisi hansı dövlətlərin ərazisinin tərkibində məxsus olubsa, hansı irqə, hansı soya, hansı dinə, hansı məzhəbə aid olubsa, bütün bunların hamısının tarixini, keçmişini, onların necə belə deyək də qorxmaz olduqlarını, qəhrəman olduqlarını, tarixdə hansı səhifələr yazdıqlarını qarşı tərəf, düşmən cəbhəsi çox gözəl bilir. Azərbaycan hal-hazırda və tarix boyu belə olub, indi də daha çox belədir. Yəni Azərbaycan hal-hazırda potensial belə deyək də bir düşmən obrazı kimi canlanır onların nəzərində. Yəni imperialist qüvvələrin, sionizm qüvvələrinin nəzərində Azərbaycanda potensial bir inqilab görürlər. Azərbaycan əhalisinin nə zamansa inqilab eləyərək dünyadakı sionizm, imperializm qüvvələrinin qarşısında duracağını çox gözəl bilirlər. Ona görə də Azərbaycan ölkəsi, belə deyək də, daha çox hədəfə alınır. Yəni siz bunu nə Ermənistanda, nə Gürcüstanda, nə başqa məsələn ətraf ölkələrdə görə bilməzsiniz. Bəli, o sionizm qüvvələrinin bu başqa ölkələrdə də müəyyən proqramları var. O proqramlar orada da icra olunur. O ölkələrin də sakit qalmalarının, duyarsız olmaqlarının, zülmlə razılaşmalarının, barışmalarının da səbəbi budur ki, onlar həmin ölkələrdə öz məqsədlərinə çatıblar, artıq orada təhlükə hiss eləmirlər. Amma Azərbaycan belə deyil. Azərbaycanda bunlar nə qədər də çalışsalar, istəsələr də öz məqsədlərinə nail ola bilməyəcəklər. Yəni çünki bu zülmə tabe olmamaq, zülmə boyun əyməmək Azərbaycan xalqının genetikasında var. Azərbaycan xalqının şüuraltısında var. Ona görə də onlar maksimum təzyiqlə Azərbaycan xalqını bu vəziyyətdə saxlamağa çalışırlar. Baxın, Azərbaycan xalqını bir qarın çörəyə möhtac eləyiblər ki, əhali qarnından başqa heç bir şey düşünə bilməsin. Bugün baxırsan, böyük əksəriyyət bu gündədir. Hər kəs fikirləşir ki, mən necə eləyə bilərəm ki, axşam məsələn ailəmə, uşağıma çörək qolu apara bilim. Fikirləşirlər ki, mən ki məsələn bu işdə işləyirəm, mən danışsam, hakimiyyətə qarşı hər hansı bir söz söyləsəm, bir hərəkət eləsəm, məni işdən çıxaracaqlar və haqlıdırlar bu məsələdə ki, bəli, hakimiyyət o işi görəcək. Ona görə susurlar. Başqa bir tərəfdən, təhsilimizi bugünə salıblar ki, Azərbaycanda düşünən beyinlər olmasın. Bu son 30 ildə aparılan təhsil sisteminə vurulan zərbələrdən də biz görürük ki, bu illərdə yəni
həqiqətən də Azərbaycandan nə doğru düzgün bir alim çıxıb, nə professor çıxıb, nə bir elm adamı çıxıb, heç bir şeydə yəni. Kimlərsə nəyəsə nail olublarsa, ya öz şəxsi təşəbbüslərinə görə olub, ya da gedib hansısa xarici bir ölkədə təhsil alıblar. Bu vəziyyətdədir yəni. Tibbimiz də eyni qaydadadır. Yəni Azərbaycanda tibbdə olan, səhiyyədə olan rüşvət hər kəsə məlumdur. Nə bilim, bütün bu biabırçılıqlar hamısı xalqa məlumdur. Yəni çox ciddi bir xəstəliyə düşən insanlar da %100 fikirləşirlər ki, gedib hansısa bir qonşu ölkədə, hansısa bir xarici ölkədə müalicə eləsinlər, ya elə dövləti də həmin qüvvələr qurub, hal-hazırda dövlətin başında olanlar da bilirsiniz, bu sistem elə bir sistemdir ki, yəni belə deyək də, o qılıncın altından keçə bilməyənlər gəlib o vəzifələrdə otura bilmir, o şans yoxdur yəni. Ona görədir ki, 30 ildir hakimiyyətdə eyni adamdır. Bu bir sistemlə idarə olunmasaydı, başqa ölkələrdə olduğu kimi ən azından gözdən pərdə asmaq üçün formal da olsa normal bir seçkilər keçirilərdi. Amma biz görürük ki, 30 ildir bir ailə hakimiyyətdədir və 30 ildir eyni senari davam edir. Yəni biz buradan nə başa düşməliyik bəs? Bir xalqın müdafiə mərkəzi onun özüdür. Onun milli və dini kimliyidir. Və bu iki kimlik heç vaxt bir-birindən ayrılmaz. Biz Azərbaycanlı olaraq, milliyyətimizdən asılı olmayaraq, öz, belə deyək də, kimliyimizə sahib olmalıyıq. Və bu milli və dini kimliyi birləşdirib bütöv bir Azərbaycan formasında biz irəli gedə bilərik. Bizim Azərbaycan xalqı olaraq çox, belə deyək də, həqiqətən üstün, dəyərli keçmişimiz var, mədəniyyətimiz var. Azərbaycan xalqında olan həqiqi potensial, mədəniyyət düzdür, indi hakimiyyət onu çox aşağı səviyyələrə endirib, amma bu potensial var yəni bizim xalqımızda. Əgər xalq birləşsə, əl-ələ versə, xalq təşkilatlansa, təşkilati təfəkkür olsa, hər bir xalqın bu potensialı var təbii ki. Azərbaycan xalqında daha çoxdur bu potensial. Çünki Azərbaycan xalqının həm milli kimliyində, həm dini kimliyində çox gözəl, dəyərli, perspektivli detallar var. Onların da ən böyüyü, ən birincisi onun dini kimliyidir. Dini kimlik, İslam dini heç vaxt, yəni bunu Qurandan xəbəri olan, hədisdən, ayədən xəbəri olan müsəlmanlar çox gözəl bilirlər ki, İslam dininə mənsub olan bir şəxs heç vaxt zilləti qəbul eləməz. Heç vaxt kiminsə köləliyini qəbul eləməz. Heç vaxt yaltaqlanmaz. Heç vaxt kiməsə zülm eləməz. Heç vaxt kiminsə anasına, bacısına bu hakimiyyətin rəva gördüyü məsələləri görməz. Bizim Azərbaycan xalqında toplum olaraq bu təfəkkür aşağı endiyinə görə, bizim mənəviyyatımızı bu hakimiyyət məhv elədiyinə görə bugün Azərbaycan xalqı səsini çıxara bilmir. Bizim də məqsədimiz budur ki, bizim də hədəfimiz bu olmalıdır ki, öz çıxışlarımızla, öz təbliğatlarımızla bu məsələləri xalqa çatdıraq ki, ey Azərbaycan xalqı, yatmaqla, susmaqla, bir qarın çörəklə həyat olmur. Yəni, başa düşürəm, qorxu mühiti var, %100 var. Amma hər insan hər şəraitə öyrənən bir varlıqdır. Hər kəs istəsə, öz səviyyəsində, öz tutumu qədər, öz şəraitinə uyğun olaraq xalq üçün, millət üçün, dini üçün, milli və dini kimliyi üçün işlər görə bilər. Təfəkkür formalaşdırmağa çalışırlar. Bir nəfər girir 5 dənə fərqli profildən eyni şeyi yazır. Bu şərhləri oxuyan insanlar da elə düşünürlər ki, bu yazılan bu fikirlər, bu sözlər Azərbaycan xalqına məxsusdur.
və elə bilirlər ki, Azərbaycan xalqı bu düşüncədə, bu təfəkkürdədir. Amma əslində elə deyil. Sadəcə onlar təfəkkür formalaşdırmağa, zehniyyət formalaşdırmağa çalışırlar ki, bu şərhləri oxuyan insanlar və yaxud bu tip videoları ya şəkilləri görən insanlar desinlər ki, bəli, Azərbaycan xalqı qorxaqdır. Bu fikir formalaşdırmaqdır. Amma bizim də borcumuz budur ki, bütün bu bildiyimiz şeyləri öz səviyyəmizdə, öz elmimizə, öz mədəniyyətimizə uyğun olaraq əziz xalqımıza çatdıraq ki, bu belə deyil. Azərbaycan xalqının kimliyi həqiqi öz canı ilə, öz pulu ilə, öz malı ilə səmimi şəkildə Azərbaycan xalqına xidmət göstərən insanların dediyi formadadır Azərbaycan xalqının kimliyi. Onlar gəlib burada saxta profil formalaşdıra bilməzlər. Yəni qeyrətli, duyarlı insanlar buna icazə verməzlər. Heç Azərbaycan xalqı da onu qəbul eləməz, yəni. Dinəni başından vururlar. Bəli, dinəni başından vururlar, amma bu bizə səbəb vermir ki, biz zülm altında yaşayaq, zillət altında yaşayaq. Yəni insana ömür həyatda bir dəfə verilir. O həyatı da insan bacardığı qədər qürurla, şərəflə yaşamalıdır, yəni. Biz burada normal bir müsəlmana yaraşan formada, sivil formada, bəli, suallara da cavab veririk, mübarizəmizi də aparırıq və əlimizdən gələni xalqımız üçün eləyirik. Bizim də nəzərimizdə Azərbaycanda yaşayan Azərbaycanlıların dininin, məzhəbinin, əqidəsinin, milliyyətinin heç bir fərqi yoxdur. Biz Azərbaycanda yaşayan Azərbaycanlıların hər birisi üçün mübarizə aparırıq. Bu bizim tutduğumuz yoldan da məlumdur. Baxın, biz arxamızdakı şəkillərdə ora xanımların şəklini yapışdırmışıq. Orada heç bir fərq qoymamışıq ki, bu insanın dini, inancı nədir, məsləyi nədir, filan nədir. Bizim mübarizəmiz budur ki, qəsbkar İlham Əliyev rədd olsun, getsin hakimiyyətdən və Azərbaycan xalqı nəhayət özünə doğru düzgün bir rəhbər seçə bilsin. Yəni bu xalq bu hakimiyyətlə, bu rejimlə məhvə doğru gedir. Bu hakimiyyətin məqsədi Azərbaycan xalqını, Azərbaycan millətini, Azərbaycan əhalisini məhv eləyib köləyə çevirməkdir. Bizim məqsədimiz budur. Hal-hazırda da aksiyamızda olan məqsəd bu haqq mübarizəsində həbs olunan və işgəncələrə məruz qalan, təhqir olunan xanımlarımızın, analarımızın, bacılarımızın azad edilməyidir. Bizim mübarizəmiz hal-hazır ki, aclıq aksiyamızın məqsədi budur. Biz bunun üçün mübarizə aparırıq. Amma bəzən bir nəfərin də gördüyü iş 1000 nəfərin işinə bərabər olur. Bu da var. İstəsəm buna dəlil də gətirə bilərəm. Bəli, tək əldən səs çıxmaz, bu düzdür. Amma bu ona əsas vermir ki, tək də olsan belə sakit qalmalısan. Sən öz məqsədinə, öz hədəfinə çatana qədər mübarizə aparmalısan. Meydanda tək də qalsan mübarizə aparmalısan. Bu bizim yolumuzdur, bizim düşüncəmiz belədir. Yəni sənin evinə 5 nəfər oğru girirsə, sən də evdə təksənsə, onda denən ki, mənim buna gücüm çatmayacaq. Oturum, gözləyim, evimdə nə varsa götürsün, aparsın. Biz bilirik, Azərbaycanın hər yerində vəziyyət o cürdür. Yəni, Azərbaycanda bu 30 ildə bir dənə doğru düzgün iş yeri yaradılmayıb, bir dənə doğru düzgün zavod, fabrik tikilməyib, iş yerləri yoxdur. Harasa bir yerə də işə getmək üçün əvvəldən rüşvət verməlisən ki, orada gedib işləyəsən, ya da gedib 300-500 manata kiminsə əlinin altında nökərçilik eləməlisən ki, acından ölməyəsən. Bu da hamısı bayaq canlının əvvəlində dedik bunlar. Yəni məqsədli şəkildə olur ki, Azərbaycan xalqı öz qarnından başqa bir şey düşünməsin. Yəni siz ölkədə neçə nəfər tanıyırsınız ki, fikirləşsin ki, Azərbaycan xalqı neftinə, qazına görə dünyada birinci, ikinci yerləri bölüşən ölkədir. Amma bu neftdən, qazdan Azərbaycan xalqına 1 manat verilmir. Bunu bugün tələb eləyən var Azərbaycanda. Heç düşünən yoxdur, nəinki tələb eləyən. Çox az insanlar var.
Səbəb də budur ki, Azərbaycan xalqını elə bir səviyyəyə endiriblər ki, insanların böyük əksəriyyəti qarnından o tərəfi düşünə bilmir. Amma bu belə olmalı deyil. Biz bu təfəkkürü dəyişməyə çalışırıq ki, yemək, aclıq, can qorxusu, mal qorxusu insanın hər şeyi deyil. Elə şeylər var ki, bundan üstündür. Nökərə də pul verən yoxdur. Bəli, elə hakimiyyətin məqsədi budur ki, nökərə çevirsinlər də. Nökərin elə əsl mənası budur ki, pulsuz işləsin. Yəni hakimiyyət bu 30 ildə ona çalışdı ki, ölkədə ilk öncə düşünən beyinlər olmasın, ölkədə etiraz edə biləcək qüvvə formalaşmasın, bəli, bu düşüncədə insanlar olmasın, xalqı acınacaqlı bir duruma gətirsinlər, çıxartsınlar. Ondan sonra ölkədə 1 milyon, 2 milyon, 3 milyon nə qədər ki ayaq tutmayan insanlar qalacaq, heç bir şey eləyə bilməyən, bacarmayan, əlindən bir iş gəlməyən insanlar olacaq və o insanları bildiyiniz nökərə çevirsinlər və özlərinə xidmət eləsinlər, özləri üçün çalıştırsınlar. Bunlar da rahat otursunlar, neftin, qazın pulu ilə, başqa-başqa pullarla öz həyatlarını yaşasınlar. Hakimiyyətin məqsədi budur yəni. Buna da kifayət qədər nail olublar. Amma bizim də sözümüz budur ki, bizim də məqsədimiz budur ki, buna getmək lazım deyil. Belə olmaq lazım deyil. Yəni, bugün bir insan gedib 500 manata, 600 manata işləyirsə, sevinir. Əvvəla sevinir. Amma sonra nə olur? Sonra qazandığı 500-600 manatın əgər evi yoxdursa, yarıdan çoxun kirayə verəcək. Qalan hissəsini də işıq puluna və qaz puluna verəcək. Bir loxma da Allah verəndən tapacaq ya tapmayacaq, onu Allah bilir. Yəni, ölkənin vəziyyəti budur. Amma bununla razılaşmaq lazım deyil. Nə qədər razı olsaz, o qədər vəziyyət geri gedəcək. Yəni, bizim məqsədimiz budur ki, siz xalqın köməyi ilə, dəstəyi ilə bu xanımlar azadlığa çıxsın. Yəni, bu xanımların həbsdə qalmağı Azərbaycan xalqının, xüsusən kişilərinin alnında bir ləkədir. Yəni, biz necə ki, bizim əskərlərimiz, qorxmaz əskərlərimiz necə ki, Xocalının qisasını Qarabağda aldılar, o ləkəni aldığımızdan götürdülər. Bizim üçün İlham Əliyevin hakimiyyətinin bizə qarşı elədiyi hərəkət ermənilərin Xocalda elədiyi hərəkətlə eynidir. Yəni, biz fərq qoymuruq buna. Səbəbi də budur ki, onların da təcavüzü, onların da namusu, qeyrəti, şəxsiyyəti təcavüz olunmuşdu bu xanımların da eyni qaydada. Ona görə də, əziz Azərbaycan xalqı, maksimum dərəcədə bu məsələni sizdən xahişimiz budur ki, işıqlandırın və dəstək olun. Burada olan nə qədər duyarlı insanlar var, qeyrətli kişilər var, qeyrətli xanımlar var. Hər birinizdən xüsusi xahişim var ki, sırf bu məsələdə xüsusi dəstək göstərir. Yəni, bu məsələ başqa bütün digər məsələlərdən fərqli məsələdir. Səbəbi budur ki, baxın, biz ac da qala bilərik, susuz da qala bilərik. Təhsilimiz də müəyyən dərəcədə məsələn zəif ola bilər. Yəni, bəzi şeyləri, belə deyək də, örtbasdır eləmək olar, yoluna qoymaq olar. Amma bir xanım üçün, bir kişi üçün qürur məsələsi, hicab məsələsi, şərəf məsələsi, namus məsələsi ən üstün bir şeydir. Yəni, bir insanın qüruru əlindən alınandan sonra, namusu əlindən alınandan sonra o insan üçün müqəddəs heç nə qalmır. O insan artıq, belə deyək də, o insanın şəxsiyyəti sınır. Bizim bugünkü aksiyamızda, bu aclıq aksiyasında məqsədimiz də budur ki, bu ləkə Azərbaycan xalqının alnından götürülsün yəni. Bəzən bizlə elə insanlar rastlaşır, hətta belə üzbəyüz də rastlaşırıq, belə sosial şəbəkədə də görürük. Baxırsan ki, bu məsələlərdən ümumiyyətlə bu adamın xəbəri yoxdur. Yəni, Azərbaycanda nə proseslər gedir, bu insanın xəbəri yoxdur.
Azərbaycanda vəziyyətin necə olmağından xəbəri yoxdur. Bunun da səbəbi nədir? Çünki başı o qədər özünə qarışıb, öz işinə qarışıb, bir qarın çörəyə qarışıb və yaxud qorxusundan heç bir... Mən insanlar tanıyıram ki, bu çox belə qəribə bir şeydir. Mən insanlar tanıyıram ki, baxın, belə deyək də, qorxularından sosial şəbəkə istifadə eləmirlər. Siz təsəvvür eləyin, bir insan nə qədər belə deyək də qorxaq olar ki, heç bir sosial şəbəkədən istifadə eləməsin. Yəni bu cür insanlar da var. Xəbəri olmayan insanlar da var. Çünki bizim burada dediyimiz sözlər, danışdığımız sözlər ancaq və ancaq bizim kimi bir neçə şəxs, bir neçə siyasi blogerlər danışır bu məsələləri. Azərbaycanın heç bir sosial platformasında, televiziya kanallarında, internet kanallarında bu sözlər danışılmır. Onlar Azərbaycanı cənnət kimi göstərirlər. Onlar deyirlər ki, Azərbaycanda məsələn 5 dənə, 6 dənə müəyyən şəkil çəkdirmək üçün bina tikiblər, özləri üçün təbii ki. Ancaq onu çəkirlər, paylaşırlar, göstərirlər ki, Azərbaycanda vəziyyət belədir. Amma o binaların, o gözəl mənzərəli binaların aşağısında, padvalında nə qədər dilənçi var, nə qədər körpülərin altında durub, belə deyək də, nökərçilik eləməyə hazır olan insanlar var. Yəni gözləyirlər ki, kimsə gələcək, bunları aparacaq, işlədəcək qapısında, fəhlə işlədəcək, bunlara günlük 20 manat pul verəcək ki, bu axşam ailəsi üçün çörək ala bilsin. Nə qədər insanlar var o gözəl mənzərəli binaların altında. Yəni Azərbaycanı bu vəziyyətə salıblar. Ona görə də dostlar, sizdən xahişim budur ki, maksimum dərəcədə əlinizdən nə gəlirsə, sosial şəbəkələrdə başa düşürəm Azərbaycanın vəziyyətini. Biz deyil, Azərbaycanda vəziyyətimiz o cür olduğuna görə, yəni əlacsız şəkildə Azərbaycanı tərk eləmişik. Qəşəh bilirik. Azərbaycanı bizim qədər yaşayan, Azərbaycanın türmələrin, Azərbaycanın polisinin kimliyini bizim qədər heç kim başa düşə bilməz, görə bilməz. Çünki biz o işgəncələrdən, biz o zülümlərdən, onların hamısından çıxıb gəlmişik bura yəni. Biz bu şeyləri qəşəh bilirik. Amma hər bir şəraitdə az da olsa insanların belə deyək də əlindən nəsə gəlir ki, bu xalq üçün nəsə bir şey eləsin. Vaqif Xaçaturyan amma buraxıldı. Bilirsiniz necədir? Vaqif kimi insanların buraxılması Azərbaycan hakimiyyəti üçün ən adi bir şeydir. Yəni onlar üçün fərq eləmir ki, onların özləri elə Azərbaycanda, baxın misallarla deyəcəm. İlham Əliyev və ona xidmət edən məmurların Azərbaycanda, Azərbaycan xalqına, Azərbaycanın xanımlarına, Azərbaycanın qızlarına elədiyi, belə deyək də, təcavüz, həqarət, hörmətsizlik, təhqir, Xaçaturyanın elədiyinin neynisidir? Gedin Tərtər hadisələri ilə maraqlanın. Gedin YouTube'da, sosial şəbəkələrdə yazın Tərtər hadisələri, çıxacaq qabağınıza. Görün ata ilə oğlu necə qarşı-qarşıya qoyublar. Görün bizim Qarabağda, Tərtərdə illərlə ermənilərin qarşısında dayanıb Azərbaycanın sənin, mənim namusumu, anamızı, bacımızı qoruyan əskərlərimizin başına İlham Əliyevin komandası görün nə oyunlar açır. 1367 nəfər səhv eləmirəmsə bizim əskər və zabitlərimiz orada şəhid olublar. Bunları kim elətdirib? Bunları niyə araşdırmır İlham Əliyev? Niyə cəzalanmır o insanlar? Kim idi bu işi görənlər? Təbii ki, balıq başından iylənir. Təbii ki, bu işləri görən elə İlham Əliyevin öz komandası idi. Məqsəd də Azərbaycan xalqını sındırmaq idi. Məqsəd həmin dövrlərdə Azərbaycan xalqının Azərbaycanın hərbiçilərinə güvənməsi idi. Həmin dövrlərdə Azərbaycan xalqı Polad Həşimovu, Mübariz İbrahimovu və bu qəbildən olan bir çox hərbiçilərimizi Azərbaycan xalqı haqlı olaraq milli qəhrəmana çevirdilər.
Bunu Azərbaycan xalqı elədi. Və onlar qorxdular ki, Azərbaycan xalqı bu satılmış Əliyevi, onun ailəsini kölgəyə salacaq və şəhid mübarizi, şəhid Polad Həşimovu daha üst mərtəbəyə yüksəldəcəklər və bunlar daha sevimli olacaq Azərbaycan xalqının nəzərində. Bundan qorxduqları üçün Azərbaycan hərbiçilərinin başına bu oyunları gətirdilər. Məqsəd bu idi yəni. Baxın, İlham Əliyev görün nə qədər qəddar, alçaq, üzr istəyirəm sizlərdən, şərəfsiz bir insandır ki, onu qoruyan, onun hakimiyyətini qoruyan hərbiçilərin başına bu müsibətləri gətirdi. İlham Əliyevin şəxsiyyəti budur. İlham Əliyevin şəxsiyyəti göz qabağındadır. Bunu görməmək üçün kör olmaq lazımdır. Azərbaycanda üzdən iraqlığı üzr istəyirəm hər kəsdən. Fahişəçiliyi Azərbaycanda təbliğ edir. Xəzərin yarısını qurudub orada kazino tikir, diskoteka tikir, bar tikir. Qarabağda getdi minlərlə bizim əskərlərimiz döyüşdü, şəhid oldu. İlham Əliyev bugün Qarabağda ancaq və ancaq otel tikir, bir də hava limanları tikir, təyyarə limanları tikir. Məqsəd budur ki, xariciləri gətirəcək orada, Azərbaycan xanımlarını, o ki, çarəsiz vəziyyətdə qalıblar, çarəsiz durumda qalıblar, bir qarın çörəyə möhtacdılar, həmin xanımları məcbur eləyəcək ki, getsinlər, üzr istəyirəm hər kəsdən dönə-dönə, getsinlər orada bu xaricilərə xidmət eləsinlər, onlar da gətirsinlər Azərbaycanda pul xərcləsinlər və İlham Əliyevin xəzinəsini doldursunlar. Bax, İlham Əliyevin mahiyyəti bundan ibarət. Bizim mübarizəmizdə buna görədir ki, nəyə görə Azərbaycanın qeyrətli, namuslu, mərd, şücaətli, qorxmaz xanımları bu tip insanların, bu tip namussuzların, üzr istəyirəm hər kəsdən, türməsində olmalıdır. Bu işgəncələrə məruz qalmalıdır. Bizim qeyrətimiz buna necə yol verir? Bizim hal-hazırda bundan başqa tələbimiz yoxdur. Bizim son tələbimiz bundan ibarətdir ki, İlham Əliyev, sən bir mənalı şəkildə qeyri-şərtsiz formada bu xanımları azadlığa çıxartmalısan. Ondan sonra get nə qələt eləyirsən elə. Sən Azərbaycan xalqının çox həssas bir yerinə toxunmusan və bunu yadda saxla ki, Azərbaycan xalqının qeyrətli oğlanları sənin ən zəif nöqtəndən vuracaqlar və bunun intiqamını səndən son nöqtəsinə qədər alacaqlar. Biz bunu eləyəcəyik. Buna sən əmin ol. Xaçaturyanın buraxılmağı təbii ki, Azərbaycan hakimiyyəti üçün bir ləkədir. Siz Azərbaycan xalqını elə bir duruma gətiriblər ki, Azərbaycan xalqının, yəni hətta Vaqif Xaçaturyanın azad olunmasına belə etiraz eləyən olmadı, səsini çıxaran olmadı. Bir neçə nəfər duyarlı şəxslərdən başqa. Yəni bundan o tərəfi yoxdur da, yəni bunu başa düşmək üçün alim olmaq, nə bilim professor olmaq lazım deyil. Laqeydlik və biganəlik yıxıb evimizi. Həqiqətən də belədir. Amma yəni bu bütləri sındırmaq lazımdır. Bu mərhələləri keçmək lazımdır. Azərbaycan xalqı öz həqiqi kimliyini doğrultmalıdır, üzə çıxartmalıdır yəni. Bizim keçmiş şəxsiyyətlərimizdən ibrət götürmək lazımdır, örnək götürmək lazımdır. Dindar olanlar İslamdan ibrət götürsünlər. Dindar olmayanlar, milli təfəkkürdə olan insanlar bizim milli qeyrəti olan şəxsiyyətlərimizdən ibrət götürsünlər. Yəni mən burada ad çəkmirəm, ümumi müraciət edirəm. Bizim bugünkü aksiyada tələbimiz, bugünkü aksiyada məqsədimiz elə bir məqsəddir ki, bu insani bir tələbdir. Burada dinin, milliyyətin, təşkilatın, partiyanın, hərəkatın heç bir fərqi yoxdur. Bu insani bir durumdur. Heç bir insan öz əzizinin, öz yaxınının, xüsusilə bu əziz əgər xanım olarsa, bugün bu xanımların düşdüyü vəziyyətə düşməyini istəməz. Heç kəs istəməz. Ona görə də əziz dostlar, yəni bacardığınız qədər bu məsələlərə laqeyd qalmayın. Bacardığınız qədər bizim səsimizi
biz az olsaq da bizim gördüyümüz işin səsi çox böyük yerlərdən gəlir. Yəni biz bunu bilirik. Və mən buradan birbaşa İlham Əliyevə səslənirəm. Bilirəm ki, səsimiz gəlib sənin qulağına çatır. Sənə səslənirik ki, qeyd şərtsiz formada bu xanımları azad eləməlisən. Ağlın başqa-başqa məsələlərə getməsin. Yəni sən hər hansı bir təşkilatı, hər hansı bir partiyanı öz hakimiyyətin üçün təhdid hesab eləyə bilərsən və onlarla öz səviyyəndə, öz mənəviyyatsız bir durumda mübarizə apara bilərsən, onları qanunsuz şəkildə həbs eləyə bilərsən, onlara işgəncə verə bilərsən, kiminin cibinə narkotik atarsan, kimini qaçaqmalçılıqda ittiham eləyərsən. Bu işlər onsuz da bu işlər sənin gördüyün işdir. Amma sənin bu son olaraq gördüyün bu iş, bu birbaşa Azərbaycan xalqının mənəviyyatını, Azərbaycan xalqının toplum olaraq 10 milyon Azərbaycan xalqının birbaşa namusuna və qeyrətinə toxunursan. Və bunun qisası müəyyən qədər səndən alınıb, sən bunu bəlkə də bilmirsən. Amma bilmirsənsə, 1-2 ay bundan qabaq olan hadisələri yadına sal, onda biləcəksən. Amma bunun daha böyük forması, daha dəhşətli forması hələ qarşıdadır. Biz sənə müəyyən qədər möhlət vermişik, vaxt vermişik ki, sən bu xanımları azad et. Düşmənə neft verilir. İlham Əliyev bununla neynəmək istəyir? Baxın, məsələnin başından izah edeyim ki, hər kəsə aydın olsun. Qarabağda Azərbaycan hərbiçiləri döyüşdü. Azərbaycan xalqı hərbiçilərin arxasında dayandılar. Qarabağ azad edildi, düzdürmü? Amma kimin üçün azad edildi? Əliyevin ailəsi üçün azad edildi. Qarabağ hal-hazırda bufer bir zona kimi Əliyevin ailəsinə xidmət eləyir. Tikilən otellər, filanlar, restoranlar, bütün hamısı o bir ailəyə məxsusdur. Yəni adı bizim oldu, biz getdik, döyüşdük, amma dadı bunlarındır. Mən bir Qarabağlı olaraq Azərbaycanda olanda Qarabağa məndən portal istəyirdilər, məni buraxmadılar. Mən başqa yollarla Qarabağa getdim, gəldim. Yəni siz təsəvvür eləyin. Mənim 30 il həsrətində qaldığım Laçın rayonundan mən başqa yolla getdim. Məni buraxmadılar yəni ora. İndi bütün bu vəziyyəti siz nəzərə alın, Azərbaycanın düşdüyü bu durumları nəzərə alın. Bir də Əliyevin bütün bu şəhidlərin qanının üstündən keçərək Xaçaturyanı, onun timsalında olan bəzi erməni qəsbkarlarını azad eləyərək indi Ermənistana nə qədər yardım göstərir. Bu hansı ağla, hansı məntiqə sığır yəni? Bunun Azərbaycan Respublikası gələcəkdə çox ağır bədəllərini ödəyəcək. Erməni xalqı bizim kimi deyil. Onlar bu fürsətdən çox gözəl istifadə eləyəcəklər. Gələcəklər Azərbaycanı da iqtisadiyyatda da, hərbi sahədə də, bütün sahələrdə də üstələyəcəklər. Tarixin bir dönəmində yenə də öz təcavüzkarlıqlarına davam eləyəcəklər. Gələcəklər Qarabağı təzdən alacaqlar. Ermənilərin xisləti budur yəni. Hal-hazırda mən buradan o Qarabağ, Azərbaycan yaşasın deyənlərə səslənirəm ki, yəni Əliyevin hakimiyyəti bu mahiyyətdədir. Hətta bu işlərlə Əliyev öz hakimiyyətini belə düşünmür. Bunun da səbəbi budur ki, bu məsələlər ona diktə olunur yəni. O da kimlərinsə quludur, nökəridir. Bəzən bir bəyənmə, bir paylaşım o qədər əhəmiyyətə malik olur ki, yəni sanki insanın elə gəlib burada iştirak eləməyinə bərabər olur. Sanki insanın gedib o döyüş meydanında döyüşməyinə bərabər olur. Bugün yəni belə deyək də sosial media dövrüdür. Sosial media müharibəsi gedir yəni. Elə Azərbaycan xalqının da bu duruma düşməyinin ən böyük səbəbi sosial mediadır.
Yəni Əliyev gəlib bir insanların qulağına deməyib ki, belə olmaq lazımdır, belə olmaq lazımdır, qorxmaq lazımdır, üzr istəyirəm, üzdən-iraq olmaq lazımdır, üzdən-iraqlara kömək eləmək lazımdır, filan eləmək lazımdır. Bunu bir gəlib deməyib ki, bütün bu baş verən məsələlər, bu formalaşan bu yanlış təfəkkür hamısı sosial media vasitəsilə formalaşır və əksəriyyəti şuuraltı formalaşır. Bəzən hiss eləmirik. Bəzən bir şəxsə qulaq asırıq, bəzən bir şəkilə baxırıq. Biz onun zahirindən bir şey başa düşürük, amma o şəkil, o video, o səs bizə şuuraltı başqa şeylər ötürür. Və bu da gəlir bizim manqurtlaşmağımıza, bizim mənəviyyatdan uzaqlaşmağımıza səbəb olur. Ona görə də insanlar necə ki, yediyi şeyə diqqət eləyir ki, sağlam qidalansın, o eyni qaydada, eyni zamanda eşitdiyi sözlərə, gördüyü hər hansı bir şeyə, danışdığı sözə də eyni şəkildə diqqət eləməlidir ki, onun mənəviyyatı korlanmasın. Onda qorxaqlıq əmələ gəlməsin, cılızdaşma getməsin. Yazıb, bəli, qatil Xaçatüryanı humanistlik göstərib azad etdiyi kimi xanımları qeyri-şərtsiz azad etməlidir. Bilirsiniz necədir? Əliyev humanist bir insan deyil, onları humanistliyinə görə buraxmayıb. Başqa müəyyən siyasi səbəblər var, onlara görə buraxıb. Və ən əsas məsələlərdən biri, bilirsiniz necədir? Mən bir dənə şey deyim, İlham Əliyevin xasiyyəti barəsində, onun şəxsiyyəti barəsində. İlham Əliyev çox, necə deyərlər, elə bir səviyyə malik insandır ki, yəni mən dəlillə, sübutla danışıram, onun ailəsi ilə hər biri belədir. Yəni Mehriban Əliyeva gəldi Avropada, səhv eləmirəmsə Almaniyadaydı. Ona bir jurnalist sual verdi. Ona sadə bir sual verdi, siyasi bir sual verdi. Mehriban Əliyeva, düşünün, ölkədə birinci xanım adlandırırlar. Halbuki ondan dəfələrlə birincilikdən də yuxarıya layiq olan milyonlarla Azərbaycanda xanım var. Bununla işim yoxdur. Yəni ölkənin birinci xanımı sayılır və prezidentdən sonra belə deyək də ikinci şəxs hesab olunur. Bu cür bir mövqedə olan bir insan, özdə xanım olasan, küçə dilində jurnalistə cavab verir. Küçə dilində jurnalistə cavab verir. Əliyevin özü danışıqlarında, müəyyən yerlərdə biz bunu görürük, hiss eləyirik. Çox səviyyəsiz formada, yəni insanlarla danışır, davranır. Bu onun şəxsiyyətinin nə qədər aşağı olduğunu göstərir, yəni. O qədər də sizin düşündüyünüz kimi alicənab, nə bilim, humanist bir insan deyil. Müəyyən səbəblərə görə o Xocalı qatillərini azad elədi. Onların da içində mən sizə əminliklə deyirəm, biri bu idi ki, o Azərbaycan xalqına göstərməyə çalışdı ki, sizin Xocalıda, üzr istəyirəm bütün izləyicilərimizdən, qonaqlarımızdan, sizin Xocalıda zorlanan körpə qız uşaqlarınızın mənim üçün, mənim nəzərimdə heç bir dəyəri yoxdur. Mən belə bir insanı, sırf bu işi görən insanı bilərəkdən azad eləyirəm ki, siz xalqı təhqir eləyin. Bu məsələ bizə bunu deyir, yəni. Mən belə başa düşürəm. Yoxsa Xaçatüryan kimi bir insanı azad eləmək, bu heç bir, yəni, zərrə qədər qanında insan qanı olan bir insan bu hərəkəti eləməzdi, yəni. Milliyyətindən və dinindən, kimliyindən asılı olmayaraq. Bilirsiniz, insanların bu 30 ildə o qədər əks təbliğat aparıblar ki, doğrudan da insanların böyük əksəriyyətinin düşüncə qabiliyyəti qalmayıb. İnsanlar cəmiyyətdən nə baş verir, pərdənin arxasında hansı hadisələr baş verir, gördüklərini də insanların çoxu anlamırlar. Niyə? Çünki düşüncə tərzi dəyişilib insanlarda. İnsanlarda artıq yaxşıdan pisi ayırmaq, düzdən əyrini ayırmaq bacarığı, qabiliyyəti manipulyasiya olunub, dəyişdirilib. İnsanların çoxu başa düşmür cəmiyyətdə nə baş verir. Bəzisinin vaxtı yoxdur bu məsələlərlə maraqlanmağa, bəziləri də maraqlanmaq istəyir, amma başa düşmür. Ona görə də bizim
ümumiyyətlə məni izləyən insanlar çox gözəl bilirlər. Mənim danışıqlarımın, mənim çıxışlarımın böyük əksəriyyəti maarifdir. Yəni belə deyək də, insanların maariflənməsidir, insanların bəsirətlənməsidir, insanların açıq gözdən cəmiyyətə baxmağıdır. Biz hakimiyyət kimi bir tərəfli şəkildə belə eləmək lazımdır, belə olmaq lazımdır, heç vaxt demirik. Biz insanları düşüncəyə dəvət edirik. Biz insanlara deyirik ki, düşünün. Düşünün, sonra qərar verin. Kimin arxasınca getmək lazımdır, nə etmək lazımdır? İlk öncə düşünməlisiniz, sonra qərar verməlisiniz. Bax, düşünməyəndə gəlir ölkə indiki hal-hazırdakı Azərbaycanın vəziyyətinə düşür ki, bir sürü Azərbaycan hakimiyyətinin əlinin altında manqurt dəstə var ki, onun üçün heç bir şeyin önəmi yoxdur. O Azərbaycanın çox gözəl bir atalar sözü var, deyir, kör tutduğunu buraxmaz. Bir sürü kör, manqurt dəstə var ki, İlham Əliyev onları manipulyasiya eləyib, alıb ələ, onlar artıq heç bir şey görmək istəmirlər. Onların görmək istədiyi şey ancaq və ancaq puldur, vəssalam, başqa bir şey deyil. Və İlham Əliyev bu qorxaqların vasitəsilə, bu satılmış insanların vasitəsilə, bu bir ovuc insanın vasitəsilə öz hakimiyyətini davam eləyir. Yerdə qalan 90% insanda zülm içindədir. Yerdə qalan 90% insanlarda sürünürlər. Bugün Azərbaycanın vəziyyəti belədir. Ona görə də oxumaq lazımdır, ayılmaq lazımdır, məsələləri təhlil eləmək lazımdır. Kitab üçün də qorxmaq lazım deyil ki, kiməsə internet üzərindən, YouTube kanallarından qulaq asmaq üçün də qorxmaq lazım deyil ki, ən azından özünüz üçün maariflənin, özünüz üçün agah olun, cəmiyyətdə baş verən prosesləri təhlil eləməyi bacarın. Özünüzü xilas eləyin, gələcək nəsillərinizi xilas eləyin. İnsan, mən bunu həmişə deyirəm, insan ictimai varlıqdır, insan fərdi varlıq deyil. Bugün sən fikirləşirsənsə ki, mən sakit durum, mən heç bir iş görməyim və mən rahat şəkildə həyatımı yaşayacağam, bu belə deyil. İnsan ictimai varlıqdır. Hər kəsin qapısı bir gün fərqli səbəblərə görə döyüləcək. Biz bunu təcrübədən də görmüşük. Azərbaycanda bəzi insanlar var idi ki, bir qismi ruhani idi, bir qismi siyasət adamları idi. Bunlar özlərinə müəyyən bir yol tutmuşdular ki, dedikləri sözləri, danışdıqları məsələləri neytral formada qabağa aparıb, öz aləmlərində belə düşünürdülər ki, hakimiyyətin bunlara işi olmayacaq. Amma iş orasındadır ki, elə hakimiyyətin ən birinci onlarla işi oldu. Ən birinci tutulan da onlar oldu. Ən birinci öldürülənlər də onlar oldu. Niyə? Niyə belə oldu? Çünki onlar, hakimiyyət düşünürdü ki, bu insanlara, mən bu insanları tutsam da, döysəm də, öldürsəm də, onun ətrafında olan insanlardan heç bir səs çıxmayacaq. Heç bir reaksiya olmayacaq. Bilirsiniz niyə reaksiya olmayacaq? Çünki o rəhbər şəxslər ətrafında olan insanları özlərinə dəvət eləmişdilər. Onların xalq üçün heç bir, belə deyək də, proqramı yox idi. Onlar xalqın adından, xalqın mənafeyi naminə çalışmırdılar. Və hakimiyyət də onları təhdid hesab eləmirdi. Heç vaxt hər hansı bir qüvvə öz üçün təhdid hesab elədiyi başqa bir qüvvəyə qarşı onun rəhbərini öldürməz. Heç vaxt öldürməz. Niyə? Çünki qorxur. Bilir ki, bu insan ixlaslı insandır, bu insan şəxsiyyətli insandır, bu insan səmimi insandır, xalq üçün mübarizə aparır və xalq da, bunun arxasında olan xalq buna görə bu prinsiplərə əsasən sabah bunun üçün böyük bir baş ağrısına çevriləcək. Bəli, o insanı tuta bilər, o insana işgəncə verə bilər. Baxın, Azərbaycanın vəziyyəti budur. Ona görə də çalışmaq lazımdır, vuruşmaq lazımdır. Hər kəs öz səviyyəsində, öz elminə uyğun, öz bacarığına uyğun
Azərbaycan xalqı üçün əlindən gələni əsirgəməməlidir. Xaçaturyanı sülhə görə, xeyr, sülhə görə azad eləmir. Hansı sülhdən gedir söhbət? Bir sabah onlar biz verdiyimiz benzini tanklara, toplara tökəcəklər, üstümüzə sürəcəklər. Bəli, mənim dediyim də elə ondan ibarətdir. Bəli, elə olacaq. Sənin erməniyə verdiyin benzin, qaz, hər hansı bir məhsul Paşinyan onu şəxsi mülkiyyətinə çevirməyəcək sənin kimi İlham Əliyev. O həmin yatırımı xalqına yatıracaq. Çünki o öz xalqını sevir. Çünki o öz xalqı üçün, öz dövləti üçün əlindən gələni eləyir, yəni səndən fərqli olaraq. Ona görə də Azərbaycanın düşmən olduğu bir ölkəyə bu cür yardım eləməyi bizə onu deyir ki, Azərbaycanın elə ən böyük düşməni Əliyev hakimiyyətidir. Bizim məqsədimiz bugün Azərbaycanın namusu sayılan, qeyrəti sayılan bu xanımların azadlığıdır. Vəssalam. Bizim bugün başqa tələbimiz yoxdur. Bizim yolumuz da məlumdur, bizim məsləyimiz də, əqidəmiz də məlumdur. Bizim mübarizəmizdən görünür bizim kimliyimiz. Başqa söz deməyə ehtiyac yoxdur. Biz Azərbaycan xanımlarının namusu üçün, qeyrəti üçün acılıq aksiyası keçirdirik. Oradan da insan oturub bir kişi olaraq fikirləşəndə insan özünü qınamağı belə azdır. Yəni bu məsələlərdə insan bir Azərbaycanlı kişisi olaraq ölüb yerə girsə belə azdır, yəni. Necə ola bilər bir Azərbaycan kişisi durub baxsın, 10 milyon Azərbaycan kişisi dursun baxsın, 5 milyon Azərbaycan kişisi dursun baxsın və onun bilirsiniz necədir? Baxın, bu tutulan xanımlar ki var, bunlar birimizin dostumuzun bacısıdır, birimizin qohumumuzun bacısıdır, birimizin qonşusudur. Yəni bizim birimizdir də, başa düşürsünüz necə? İlla da gəlib əmioğlu, dayıoğlu olmağı şərt deyil ki. Bu da Azərbaycanlıdır. İkinci bir tərəfdən bunların mübarizəsi özləri üçün deyil. Bunların mübarizəsi bugün sakit qalan Azərbaycan xalqı üçün. İşin dəhşətli tərəfi budur. İşin ən acınacaqlı tərəfi budur ki, bu xanımlar Azərbaycan xalqı üçün mübarizə aparıblar. Azərbaycan xalqı üçün öz canlarını təhlükəyə atıblar və bugün çox bərbad bir vəziyyətdə Azərbaycanın türmələrində çürüyürlər. Amma onların canlarını qurban verdiyi xalq bugün bunun üçün heç nə eləyə bilmir, eləmir. Bu bizim üçün doğrudan da bu əlindən nəsə gələn, nəsə eləməyə imkanı olan insanlar üçün bu çox utanc verici məsələdir. Biz də özümüzə namus borcu bilirik ki, əlimizdən nə gəlirsə onu eləyək. Bugün bizim əlimizdən gələn budur. Biz bunu eləməyi bacarırıq hələ ki. Bəli, bizim gücümüzün başqa tərəfləri də var. Biz belə deyək də son zərbəni əvvəldə vurmarıq. Amma Azərbaycan xalqından söhbət gedir. Geridə qalanlardan söhbət gedir ki, Azərbaycan xalqı da bu məsələni özü üçün namus borcu, qeyrət borcu bilməlidir və hər kəs əlindən gələn qədər öz dəstəyini göstərməlidir. Bütün qəhrəman qızlar şərlənib. Bəli, bizim üçün şərlənib də. Bilirsiniz necə? Baxın görün onlar nə üçün şərləniblər. Bir onlara qoyulan ittihamlara baxın, bir də məsələnin pərdə arxasına baxın. Qoyulan ittihamlar bilirsiniz nədir? 6 nəfər inanclı xanım küçədə imamlarına su payladıqları üçün, ehsan olaraq su payladıqları üçün həbs olunublar. Jurnalistlərimiz isə Azərbaycan hakimiyyətinin bu cür özbaşınaçılıqlarını, məmurların özbaşınaçılıqlarını yaydıqlarına və danışdıqlarına görə həbs olunublar. Bu jurnalistlər demək istəyirdi ki, bu xalqı çapmayın da, talamayın bu xalqı, yeməyin bu xalqın malını. Haram xoşunuz olsun, yiyin, amma elə yiyin ki, bunlar acından ölməsin də, hamısını basıb yeməyin. Ona görə həbs eləyiblər bu xanımları. Bu xanımların eləsi var ki, bu xanımların yaşı 20 ilə 30 arasıdır yəni. Eləsi var ki, ümumiyyətlə ailə qurmayıblar, cavan xanımlardır. Yəni bu cür bir
rəzillik, bu cür bir şey dünyanın heç bir yerində yoxdur. Yəni ki, biz Azərbaycan xalqı olaraq təəssüf ki, bunu yaşayırıq. Qardaş, bu ölkə işğal altındadır. Bəli, mənim də elə fikrim belədir ki, ölkə bir qrup Yezidi Kürt mafiyası tərəfindən 95-ci ildə, 94-cü ildə işğal olunub, əsas qüvvələr onun əlində cəm olub, istədiyi təbliğatı da aparıb və hal-hazırda da davam elətdirir. İşğal altındadır. Təbii ki, işğal altındadır. Millətdən oyananların haqq səsini kəsiblər. Bir qrup insan yəni bu təhdidlərə görə, haqq sözü dediklərinə görə məcbur şəkildə ölkədən qırağa çıxıblar və qıraqda fəaliyyət göstərirlər. Amma təbii ki, ölkə daxilində çox çətindir nəyisə eləmək, nəyisə demək. Amma müəyyən şeyləri eləmək olur. Yəni, söhbət tək danışmaqdan ibarət deyil də. Mənim bu qədər danışmışıq, neçə saatdır. Mənim demək istədiyim budur. Haqq mübarizəsi tək bir mikrofon götürüb danışmaqdan ibarət deyil. Sən bir dostuna, bir qonşuna hər hansı bir düz sözü, bir həqiqəti, bir haqqı çatdırsan, bunun özü belə bir təbliğatdır. Hər hansı bir insanın yazdığı bir səs yazısını, çəkdiyi bir filmi, çəkdiyi bir belə deyək də video lenti götürürsən, paylaşırsan ya bir bəyənirsən, bir kömək olursan və yaxud hər hansı bir haqq üçün mübarizə aparan insana bir maddi dəstək göstərirsən, hər hansı bir kömək göstərirsən, bunun özü belə elə haqqı deməkdir. Bunun özü belə haqqa dəstək olmaqdır. Yəni bütün bu şeylər, bu işlər, bu haqq mübarizələri, bu xalq üçün olan bu mübarizələr hamısı təşkilati formada olmalıdır. Bir insan çox iş görə bilməz. Bir insan bir iş görər, iki iş görər. Bir insanın bacarığı var, qabiliyyəti var, danışır, haqqı çatdırır. Bir insan agahdır, məsələlərdən başı çıxır. Məsələləri açır, xalqa bəyan eləyir, çatdırır. Qoy bu işi görsün. Bir insanın belə bir bacarığı yoxdur, amma maddi belə deyək də imkanı var, o maddi kömək olsun. Birinin başqa bir sahədə imkanı var, şəraiti var, o tərəfdən kömək olsun. Yəni belə deyək də bu Azərbaycanda bizim apardığımız bu mübarizə, xüsusən də bu xanımların azad olunmağı məsələsi böyük bir dənə bir daşdır, qayadır ki, hər kəs əlini o daşın, o qayanın altına aparmalıdır ki, güc birlikdədir və biz bir olsaq, inşallah və mən əminəm ki, belə də olacaq, bu xanımların inşallah azadlığına nail olacaq.